Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şagirdlər və müəllimlər. Deməli, bilirsiniz ki, buraxılış imtahanına dəstək videoları davam edir və mən hər bir mövzunun ayrı-ayrı mövzuların, yəni fərqli bir mövzuların, tək-tək mövzular üzrə sınaqları, daha doğrusu sınaq yox, qəbula düşən, buraxılış imtahana düşən mövzuların izahını artıq YouTube kanalıma yerləşdirmişəm və bu gün sizinlə üstə loqaritmik tənliklər mövzusunun izahına baxacağıq. Yəni burada hardasa 27-yə yaxın sual var, 27 sual var və hər birinin izahını sizə verməyə çalışacağam. Zəhmət olmasa kanala abunə olub fikirlərinizi bölüşməyi unutmayın. Başlayaq birinci sualdan izaha. Birinci sualda bizə deyir ki, loqaritmi 3 əsasının x kvadratı və bu tənliyin kökləri cəmi. Ümumiyyətlə uşaqlar, burada çox incə bir məqamlar var. Mən bunun işarəsini bilmirəm. Bunun işarəsini bilmirəm. Yəni müsbətdir, x burada müsbət də ola bilər, mənfi də. Eyni zamanda bunun işarəsini bilmirəm. X burada x plus 5 müsbət də ola bilər, mənfi də. Yəni bilmirəm işarəsi. Ona görə sən bu içini qarşıya düşürürsənsə, loqaritmanın qarşısına düşürdürsənsə əgər, sən loqaritmanı modulda saxlamalısan. Bunu yadında saxla. 2 loqaritma 3 əsasdan modul 2 3 əsasdan 2 üstə gəlməsin 2 modulda. Çünki işarəni bilmir, amma necə olur ki, məsələn, kökdən çıxaran işarə bilməyənə modul çıxarırsan. Bu da eyni şeydir. Yəni, işarəni bilmirsənsə, sən modul saxlamalısan onu. X plus 5 bərabərdir 2 loqaritmi 3 əsasdan 6. Bunun hər tərəfindən 2-lər gedir. Və eyni əsasdan olduğuna görə mən bu toplamanı vurma kimi göstərə bilərəm. Modulda x vurulsun, modulda x plus 5 bərabərdir modulda loqaritm 3 əsasdan 6. Və burada nə baş verir? Əsaslar bərabərdir deyə, yəni 3 əsaslar bərabərdir deyə içəri bərabərliğini yaza bilərəm. Yəni modulda x, bir modulda yaza bilərəm bunu. Bərabərdir 6. Və modulun xassəsini tətbiq edəcəm və bizdən də adam şərtdə kökləri cəmini istəyir. Deməli, bunu əslində belə də yazmaq olar. Modulda x kvadratı plus 5x bərabərdir 6. Deməli, bir dəfə bunu belə yazıram mən. X kvadratı plus 5x üstə gələk bərabərdir müsbət 6. X kvadratı plus 5x çıx 6 bərabərdir sual 0 daha doğrusu. Bir köküm olur deməli 6, bir köküm olur 1. Toplayanda mənfi 5 eləməlidir, mənfi 6. Bir dəfə də x kvadratı plus 5x-i bərabər eləyirəm mənfi 6-ya. X kvadratı üstə gələk 5x, üstə gələk 6 bərabərdir 0. Buradan deməli bir köküm olur mənfi 3, bir köküm olur mənfi 2. Yəni toplayanda müsbət 5 eləyir. Mənfi 5 eləyir, buranda müsbət 6. Yəni bizə də deyir kökləri cəmi. Təbii ki, bunlar hamısı kökdür. Mənfi 6, 1, mənfi 2, mənfi. Çünki burada üstü kvadratı bir dənə 0 olmamasına baxırıq. 0 heç birini 0 almır deyə yaza bilərsin. Bunların da cəmi nə idi? Mənfi 6, mənfi 1, mənfi 5, mənfi 5, mənfi 10. Bir də doğru cavab Y variantı. Maraqlı bir sual, yəni düşə biləcək bir sual. 2 nömrəli tapşırığa baxaq. 2 nömrəli tapşırıqla davam edək. Baxın, burada mən loqaritmanın xassəsini tətbiq edirəm. Loqaritmanın xassəsi nə deyir? Loqaritmanın xassəsi deyir ki, loqaritma bu 10 əsasdandır da. Loqaritmanın içində bu ifadə, yəni 1 minus LC 3 çıxılsın LC 2 bərabərdir 10 üstü 0. Yəni bu qaldırır bunun üzərinə. Bu da bərabərdir 1-ə. Bu hər tərəfindən 1-lər ata bilərəm. Mən 0 qalır. LC 3 çıxılsın LC 2 bərabərdir 0. Yenə də 3 çıxılsın LC 2 bərabərdir 10 üstü 0. Yenə eyni qayda ilə. Yəni 1. Buradan LC x bərabərdir. 3-dən 1-ini çıxıram 2. X də bərabər yenə eyni qayda ilə 10 üstü 200. Yəni bu loqaritmik tənliyin xassəsidir. B variantı. 3 nömrəli tapşırığa baxaq. Deməli, mən bunu bizi necə yaza bilərəm? Bunu belə yaza bilərəm da mən. Loqaritma 3 böl x-in kvadratı
36'ya da yazaram 6'nın kvadratı. Və burada bu nisbətlər gələcək qarşıya. Və bu nisbətlər gələcək qarşıya. Qalacaq nə? Qalacaq deməli 2 nisbət 1 olaraq gələcək qarşıya. Olacaq loqaritma 3 bölünsün x əsasdan 6. Bax belə. Və kəsr kimi yazır, bax, yuxarıda 1 var. Mən bunu kəsrin sürətinə qaldırıramsa, yerlər dəyişir. O zaman belə olacaq. Loqaritma 6 əsasdan x üstə gələk 0.5 bərabərdir. Loqaritma 6 əsasdan 3 bölü x. Yəni, bir bölək kəsri mən yuxarı qaldırıramsa, məxrəcin sürətə qaldırıramsa, yerlərini dəyişdirirəm. Yəni, bunların yerini dəyişdirirəm. 6 əsasdan olduğuna görə yaza bilərəm. X üstə gələk 0.5 bərabərdir 3 bölü x. X-ə vuraq. 2x-ə vuraq daha doğrusu. 2x-in kvadratı. Bizə deyir tənliyini həll edin. 2x-ə vursun. 2x kvadrat plus 2x bərabərdir 6-ya. Buradan 2x-in kvadratı üstə gələk. X çıx 6 bərabərdir 0. Diskriminant bərabərdir 1 üstə gələk. 48 bərabərdir 49. Burada deməli x1 bərabərdir mənfi 1 plus 7 bölü 4. Buradan 1/5 alıram. 1/5 alıram. x2 bərabərdir mənfi 1 çıx 7 bölü 4. Buradan da alıram mənfi 2. Bu mənfi 2 bunu ödəmir. İçəri mənfi eləyir. Ona görə doğru cavabım 1/5 olur 3-də. 4 nömrəli tapşırığa baxaq. Və yenə də eyni qayda ilə mən bunu yuxarı qaldırıramsa, yerlərin yeri dəyişir. Olur loqaritma 2 əsasdan x, olur x əsasdan 2. Plus loqaritma x əsasdan 4. Plus loqaritma x əsasdan 8. Bərabərdir 6. Və hər ikisi eyni əsas olduğuna görə mən bunu hasil kimi göstərə bilərəm. 2 vur 4 vur 8 bərabərdir 6-ya. Buradan deməli loqaritma x əsasdan 2 dəfə 4-ün 8, 64 bərabərdir 6-ya. Yenə tənliyin xassəsini tətbiq edirəm. X üstü 6. Həmişə bu belədir. X də 2-dir da. 2 üstü 6, 64-ü verir bizə. X-in yerini 2 qoysun, mən doğru cavab verir. 4-də doğru cavab 2. 5-ə baxaq. Bu tip suallar test. Yəni, ən çox rast gələn suallardan biridir. Tənliyinin kökü 1 olarsa, X-in yerinə 1 yazacağım. Olacaq 4 üstü A. A plus 2 bərabərdir 32-yə. 4 üstü A-ya yazacağım. 2-nin kvadratı üstü A. 2-nin kvadratı üstü A plus 2 bərabərdir 32-ni də yazacağım. 2 üstü 5. Qüvvətin qüvvəti xassəsində bir-birinə vurulur. 2-ni yuxarı vursam 2A plus 4 şəklində. Bu da 2 üstü 5. Əsasları bərabərdir. Üstlərin bərabərliyini yaza bilərəm. Bərabərdir 5-ə. 2A bərabərdir 1-ə. A da bərabərdir 0.5-ə. Bu da belə. Davam edək. Növbəti 6-cı sualına. Yenə bayaqki məsələ burada da öz əksini tapır. Yəni, loqaritma 10 əsasında bu ifadə. Bunu da belə də baxa bilərsən. Loqaritma 10 əsasında bu ifadə bir ifadədir. 1-ə bərabərdirsə, deməli, bunun əsası 10-dur da. Və yaxud da bunu bilmirsən. Xassdən tətbiq edirəm. 9 üstə gəlinsin LC x plus 8 10 üstü 1 bərabərdir 10 üstü 1, bu da bərabərdir 10-a. Buradan LC x üstə gələk 8 bərabərdir. Ondan 9-unu çıxıram. Yenə eyni xassdən tətbiq edirəm. LC x plus 8 bərabərdir 10 üstü 1. Bu da bərabərdir 10-a. Buradan LC x bərabərdir. 10-dan 8-ini çıxıram 2. X də bərabərdir 10 üstü 2. Yəni 100. Doğru cavab 100. Sonra 7 nömrəli 6-da 100. 7-yə baxaq. Görək burada biz necə eləyə bilərik, nə eləyə bilərik. Deməli, loqaritma bunu olduğu kimi saxlayaram. Bunun üstünə yazaq da. Bu 1 bölək yenə mən belə yazacam da. Bu 3 ilə 14-ün yerini dəyişib kəsri yox edə bilərəm. Yəni bunun yerinə yazacam mən loqaritm 3 əsasdan 14. 14 əsasdan 3-dür. Bu siz hansı xassədir?
Loqaritma A əsasdan B bərabərdir. 1 bölünsün loqaritma B əsasdan A. Bu xassəyə əsasəndir və bunu yadda saxlayın. Yəni bayaqdan buna aid biz dəfələrlə sual işləmişik. Hamısı da bu xassəyə aiddir. Onda olacaq belə. Loqaritma 3 əsasdan x üstəgələk 2-də 1 bərabərdir. Bu çıxmanı mən bölmə kimi yaza bilərəm. 3-dür hər ikisi və 14-ü x-ə bölə bilərəm. 14 bölü x şəklində yazmaq olar. Loqaritma 3 əsasdan unutdum. Loqaritma 3 əsasdan 14 bölü x kimi yazmaq mümkündür. Və buradan alıram x üstəgələk 1 bölü 2-də 1 bərabərdir 14 bölünsün x. 2x-ə vurum hər bir həddini. Olacaq 2x-in kvadratı üstəgələk x bərabərdir 28-ə. 2x-in kvadratı üstəgələk x 2x-in kvadratı üstəgələk x çıx 28 bərabərdir 0. Diskriminant bərabərdir 1 üstəgələk 4 dəfə 8, 8 dəfə 8-in 64, 6 yadda, 2 dəfə 8-in 16, 2 dəfə 2-nin 4, deməli 8 vurulsun 28, 64, 6 yadda, 2 dəfə 8-in 16, 22, 224, bu da bərabərdir 225-ə. Aha. Deməli, buradan bir köküm olur. -1 üstəgələk 15 bölü 2A4. Bu da olur deməli 14 bölü 4. Bu da bərabərdir 3 dəfə 4-ün 12, 3/5. Belə cavab 3/5 olacaq. O biri kökünü tapaq. -1 çıxılsın 15 bölünsün 4. -16 bölü 4, -4. -4 bunu ödəmir. Yəni bu kənar kökdür. Sənin cavabın olacaq 3/5. Yəni kifayət qədər bu orta tipli bir sualdır. Yəni asan sual deyil. Ona görə diqqət edin. 8 nömrəli tapşırığa baxaq. Mən burada belə yaza bilərəm. Qüvvətin qüvvəti bir-birinə vurulur. 4 vurulsun 1 bölü y. Burada da 8 yaza bilərəm 2-nin kubu y bölü 3. Burada olacaq deməli 2 üstündə 4 bölü y bərabərdir 2 üstündə 3-lər ixtisar gedir də. Bu qüvvətin qüvvəti yenə bir-birinə vurulur. Görürsünüz, nə qədər biz bu xassəni tətbiq edirik. Əsaslar bərabərdir, üstlərin bərabərliyini yaza bilərəm. 4 bölü y bərabərdir y. Çarpaz vursam y kvadratı bərabərdir 4. Kökləri cəmi. Y bərabərdir 2, y bərabərdir -2. Adətən, əksər hallarda üslü ifadələr, üslü tənliklərdə daha doğrusu köklərin təyin olunub olunmadığına baxmır. Amma yenə də diqqətdə saxlayın. Kökləri 2 və -2-dirsə cəm 0-dır. Sonra 8-9 nömrəli tapşırığa baxaq. Deməli, 9 nömrəli tapşırıqda nə deyilir? 2021-də düşür, kifayət qədər yenə də deyirəm. Asan sual deyil. Amma mümkünsüz sual da deyil. Deməli, 3 dənə yuxarıda, ümumiyyətlə biz bunu 5-ci, 6-cı siniflərdə keçirik ki, 3 dənə eyni ədədi toplanması, həmin ədədin sayın özünə vurur. 3 dənə 15 üstü y. Aşağıda da bu neçə dənədir? 1, 2, 3, 4, 5. 5 dənə 3 üstü y. Belə. 5 vur 3 üstü y. Bərabərdir 375. Mən bunu belə yaza bilərəm. 3 vur olsun. 15 üstü y yaza bilərəm. 5 üstü y vur 3 üstü y kimi. Çünki 15 nədir? 3 vur 5 da. 3 vur 5 üstü y. Və xassəyə də görə hassənin qüvvətini ayrı-ayrı qüvvətlər şəklində göstərə bilirəm. Hamısı xassələrə söykəniləcək suallar, uşaqlar. Ona görə diqqət edin. 5 vurulsun 3 üstü y bərabərdir 375. Deməli, buradan nə baş verir? Buradan deməli 3 üstü y-lər gedir. Nə qalır? 3 vurulsun 5 üstü y bölünsün 5 bərabərdir 375. Və 3 vuraq. Əsaslar eynidir. 3-lə mənim işim yoxdur. Mən 3-ü buradan silib burada yaza bilərəm. Onun bir önəmi yoxdur. Üstlər çıxılır. Y-1 bərabərdir 375-ə. Hər tərəfini 3-ə böləcəm. 5 üstü y-1 bərabərdir 1, 2, 5.
5 üstü y minus 1 bərabərdir 125, 5-in kubudur. Y minus 1 bərabərdir 3, y bərabərdir 4-ə. Tənliyi həll edin, doğru cavab 4. 10 nömrəli suallar. Uşaqlar, baxın, indi mən sizdən soruşsam ki, yox, elə ən gözəli belə yazmayaq, belə çətin olacaq. Başqa cür ağlıma gəlmişdi, amma elə belə yazaq. Baxın, loqaritma ən gözəli budur. 6 əsasdan y minus 1. Bunu atım bu tərəfə. Olacaq üstə gələk. Loqaritma 6 əsasdan 2y çıx 1 bərabərdir 2. Əgər biz cəmdirsə, mən bunu nə edə bilərəm? Toplama şəklində göstərə bilərəm. Da heç bir problem yox. Yəni, cəmi biz toplama şəklində göstərib rahat hesablaya bilirik. Onda olacaq belə. Loqaritma 6 əsasdan y minus 1 2y çıx 1 bərabərdir 2-yə. Və yenə də loqaritmik tənlinin xassəsini tətbiq edirəm. Həmin xassə necədir? Həmin xassə belədir. Loqaritma a əsasdan x bərabərdir b-dirsə, buradan x bərabərdir a üstü b. Yəni, bu loqaritmik tənlinin xassəsidir. Eyni qaydanı burada tətbiq edəcəm. 6 üstü 2. Belə. Bunu vuraq açaq. 2y-in kvadratı çıx y çıx 2y üstə gələk 1 bərabərdir 36-ya. 2y-in kvadratı çıxılsın 3y çıxılsın 35 bərabərdir 0. Diskriminant bərabərdir. Deyil, tənliyini həll edin. -3 kvadrat 9 çıxılsın 8 vurulsun 35. 44 yazmışlar. 8 24 28 280. Üstə gələk 280 289. İndi sən bir məhsullu tənlikləri və kvadrat tənliyin həllisini bilmək, gəl bu mövzunu işlə. Ömrü boyu işləyə bilmərsən. Mümkün deyil. Ona görə mən deyirəm ki, birinci hissə mükəmməl, ikinci hissədən çox düşür. Amma ikinci hissəni işləmək, birinci hissəni mükəmməl bilmək lazımdır. Və bunu yadda saxlayın. Kimsə sizə deyir, mən sizə ikinci hissəni öyrədim, ged 15-16-dan yaz, mümkün deyil. Niyə? Çünki ikinci hissədə nə öyrənəsən? Funksiyanın öyrənmək üçün bərabərisi bilmək lazımdır. Trigonometriyanı öyrənmək üçün müxtəsərləri bilmək lazımdır. Üstü və loqaritmik tənlikləri öyrənmək üçün bir məhsulunu bilmək lazımdır. Gördün, hamısı dayandı birinci hissəyə. Ona görə real danışmaq lazımdır. -3-ün əksi 3 plus 17 bölü 2a 4 bərabərdir 5-ə. Çox güman ki, elə mən həllim 5 olacaq. Bir də 3 minus 17 bölünsün 4. Bu da bərabərdir. -14 bölünsün 4 -3/5. -3/5 bunu ödəmir. Ona görə cavabım elə olacaq 5. Çünki kökü tapandan sonra parf yerinə yazmaq lazımdır. Da uşaqlar ona diqqət edin. Sonra 11 nömrəli tapşırığa baxaq. Deməli 6 üstü y-i mən belə yaza bilərəm. 2 üstü y vur 3 üstü y. Bu hardan gəlir? 6 2 vur 3-dür. Və hasilin qüvvəti ayrı-ayrı qüvvətlər şəklində göstərə bilirim. Yəni 2 vurulsun 3 üstü y-ə mən 2 üstü y vur 3 üstü y göstərə bilirəm. 14 üstü y-i də eyni qayda ilə 2 üstü y vur 7 üstü y şəklində göstərə bilirəm. Aşağıdan 7 üstü y ilə işim yoxdur. 3 üstü y ilə işim yoxdur. Bərabərdir -16. Deməli, biz yuxarıdan nə edə bilərik? Yuxarıdan ortaq vuruq 2 üstü y-dir. Bunu çıxara bilərəm qarşıya. Qalacaq nə? Qalacaq 3 üstü y minus 7 üstü y. Aşağıda nə qalır? 7 üstü y minus 3 üstü y bərabərdir -16-ya. Bunlar gedir, amma mənfi bir qalmaq şərtinə. Çünki içəridə işarələr fərqlidir. Bir dənə fikir verin. Özünüz görəcəksiniz. Aha, qalır yuxarıda -2 üstü y bərabərdir -16. 2 üstü y bərabərdir 16. 16-da 2 üstü 4-dür. O zaman y də 4-ə bərabər olacaq. 11-də doğru cavab 4. Deməli, 12 nömrəli tapşırıqla davam edək. 2 əsasdan x, 4 əsasdan x, 8 əsasdan x. Burada bizim diqqətlə baxacağımız nədir? Məsələn, loqaritm 2 əsasdan x-i mən belə yaza bilərəm. Loqaritma
2 əsasdan x-dən işim yoxdur. Plus 4'ü yazacağım loqaritma. Baxın 4'ü yaza bilərəm. 2'nin kvadratı bunun üstü 1'dir da. Və bu 1 bölünsün 2 şəklində. Yəni biz xassəyə keçmişik ki, bu qüvvətlər qarşıya gəlməlidir. Bu xassəni biz keçmişik. Yəni bunun üstü 1'dir və bu qüvvətlər qarşıya gəlir. 1 bölünsün deməli 2'nin kvadratı şəklində. Gəlin bunu yazaq yaxşı. Qarışıq gəlməsin də sizə. Görək bu hardan gəlir, necə olur. Deməli 2'nin kvadratı əsasdan x üstü 1 plus loqaritma 8 yazıram. 2'nin kvadratı əsasdan x plus 1 bərabərdir 5 onda 5. Deməli loqaritm 2 əsasdan x üstə gələk 1 bölünsün 2 loqaritm 2 əsasdan x üstə gələk 1 bölünsün 3 loqaritm 2 əsasdan x bərabərdir 5 tamamda 5. Bax belə. İndi mən burada nə edəcəm? Loqaritm 2 əsasdan x-i çıxardıram çölə. 1 plus 2'də 1 plus 3'də 1 bərabərdir 5 tamamda 5. Loqaritma 2 əsasdan x vurulsun. Bu nə eləyir? 6'da 6 üstə gələk 3 üstə gələk 2 bərabərdir 5 tamamda 5. Buradan deməli nə alıram mən? Buradan aldığım odur ki, yerini dəyişək. Deməli loqaritm 2 əsasdan x vurulsun 6 üstü 9 11 bölü 6 bərabərdir 5 tamamda 5'i də mən 10'da 55 kimi yaza bilərəm. Məhsul vurğu tapmaq üçün hasili məlum vurğa böləcəm. 10'da 55 böləndə tərsinə çevirib vururam. Buna bölürəm. Məhsul vurğu tapmaq üçün bölürəm. 6'da 11'ə böləcəm. Loqaritm 2 əsasdan x böləndə də tərsinə çevirib vururam. 10'da 55 vurulsun 11'də 6. Bununla bu gedir. Burada qalır 5. 5'i 6'ya vururam. 30 bölünsün 10. Loqaritm 2 əsasdan x bərabərdir 3'ə. X də bərabərdir 2'nin kubu. Bu da bərabərdir 8. Doğru cavab 8. 12'də doğru cavab 8. 13 nömrəli tapşırığa baxaq. Tənliyini həll edin. Tənliyini həll edin. Bunu necə yazmaq olar? Bax, bu 1'in yerinə mən bizi nə yazacağım? Bax, bu 1. Sən 1'in yerinə yaza bilərsən. Loqaritma 3 əsasdan 3. 4 əsasdan 4. 5 əsasdan 5. 6 əsasdan 6. 10 əsasdan 10. 100 əsasdan 100. Heç bir fərqi yoxdur. Burada 3'dür deyə mən bunu bu cür yazıram. Və salam. Deməli, burada əsaslar, yəni 3 əsasdan eynidir da bunlar. Onda mən bu cəmi hasil kimi göstərə bilərəm. 3 vurulsun 4x plus 1 bərabərdir. Loqaritm 3 əsasdan x kvadratı plus 23. Bax belə. Və əsaslar bərabərdir. İçərin bərabərliyin yazın. 3 vurulsun 4x plus 1 bərabərdir. X kvadratı üstə gələ 23. Bura açıq hesablayaq. 12x plus 3 bərabərdir. X kvadratı plus 23. O zaman nə baş verir burada? X kvadratı çıxılsın 12 hamısını yığıram sağa. Üstə gələ 20 bərabərdir 0. Buradan bir köküm olur 10, bir köküm olur 2. Bir dənə baxaq görək, problemli bir məsələ görə bilmirəm. Yəni hər ikisi ödəyir də, heç bir problem yox. Hər ikisi mənim cavabımdır. Sonra 14 nömrəli tapşırığa baxaq. Bərabərsini həll edin. Bu tip sualları indi mən buna aid qısa videolarda çəkəcəm. Uşaqlar, bax, bunun ən gözəl üsulunu deyirəm sizə. İndi burada bilmirik. Məntiqlə tapanlara demirəm. Yəni məntiqlə tapırsınız, qayda ilə tapırsınız və s. Əla. Amma sırf bu tipdə sualda çətinliyi olanlar üçün mükəmməl bir yol deyirəm. Diqqətlə qulaq asın. Bunu mən gəlin belə yazım. 1 bölünsün loqaritm 3 əsasdan a kimi yaza bilərəm. Bu loqaritmik bərabərsizdir bu arada. Təbii ki, üstü və loqaritmik tənliklər və bərabərsə bir mövzudur. 3 əsasdan a böyükdür. Loqaritma 1 bölünsün daha doğrusu. Loqaritma 5 əsasdan a. Belə. Burada sürəti bərabər olan kəsirlərdə məxrəci B olan kiçikdir.
Bu kəsir böyükdür, demək bu kəsirin məxrəci kiçikdir də. Yəni olacaq belə. Loqaritma 3 əsasdan a 3 əsasdan a böyükdür. Loqaritma 5 əsasdan a-dan. Əslində buna ehtiyac yoxdur bunu yazmaq. Bu siz nə vaxt yazılır? Bunu hələ ki saxlayaq. Buna ehtiyac yoxdur. Bu siz nə vaxt yazılır? Bizim ifadəmiz belə olarsa yazılar. Loqaritma 3 əsasdan a belə. Böyükdür loqaritma 5 əsasdan a. Belə olanda yazılır. Yəni bu belə yazılar. Belə olanda mən dediyim kimi yazıla bilər. Buna ehtiyac yoxdur. Burada nəyə baxırıq? Gəlin birinci halda a-nın 1-dən böyük halına baxaq. Yəni bu hazır variantda verilir. Topluda var bunlar. Yəni o biraz çətin. Bu hazırdır verilir. Əgər bu tip verərsə sizə iki halı araşdıranda cavab çıxar. Əgər a 1-dən böyüksə bərabərsinin işarəsini dəyişmirsən. Yazırsan 3 böyükdür 5-dən. Ödəyirmi? Ödəmir. İkinci hala baxıram. A-nı yerləşdirirəm 0-1 arasına. 0-1 arasında olanda azalan olur və mən yazan zaman işarəni dəyişib yazıram. Yəni 3 kiçikdir 5 yazıram. Ödəyirmi? Ödəyir. Deməli A yerləşir 0-1-in arasında. Yenə deyirəm, bundan toplu da var idi, orada belə çətin versiya idi. Amma bu rahat versiyadır. Yəni mən yazdığım kimi yazmağa ehtiyac yoxdur. Belə daha sadə alınır. Deməli 0-1 arasında yazmaq olar. 3 üstü x minus 3. 1 yaza bilərəm 3 üstü 0. Əsaslar bərabərdir. Üstlərin də bərabərliğini yazıram. X bərabərdir 1. 1 deyil, bu 3'dür. Bu da 3'dür. 10x bərabərdir 3. Doğru cavab. 16. Yenə bildiyimiz qayda. Loqaritma 5 əsasdan loqaritma 2 əsasdan x bərabərdir 10 üstü 0. Yəni 1-ə. Yenə loqaritma 2 əsasdan x bir loqaritma a əsasdan b-dir da bu. Və a əsasdan x-dir. Bayaq yazdığım kimi. Yenə 5 üstü 1. 5. Yenə eyni xassə. X bərabərdir 2 üstü 5. 32. Yəni yenə də dediyim kimi, bayaq da dedim. Loqaritma a əsasdan x bərabərdir b. X bərabərdir a üstü b. Burada x-in yerini ürəyin nə istəyir ola bilər. Hər zaman sən bu dediyim xassəni tətbiq edə bilərsən. 17 nömrəli tapşırığa bax. Funksiyanın qrafiki apsis oxunu harda kəsir? X oxun kəsdiyi yerdə y 0-dır. X oxun kəsdiyi yerdə y 0-dır. Y-ə 0 versəm olur 2 üstü x minus 8 bərabər 0. 2 üstü x bərabərdir 8. 2 üstü x bərabərdir 2 üstü 3. X də bərabərdir 3-ə. Yəni sadə sualdır. Ona görə düşür. Apsis oxunu hansı nöqtədə? Uşaqlar, bax nöqtədə kəsirsə, sən nöqtə şey yazmalısan. Yəni x-i 3, y-i 0-da kəsir. Yəni hansı nöqtədə kəsirsə cavabım budur. Buna diqqət edin. 18 nömrəli tapşırığa baxaq. 2023-də düşmüş bir sualdır. Yenə də qayda ilə yazacağım. 3 üstü x kvadratı çıxılsın 2x bərabər 27-ni yazacağım 3-ün kubu. Yenə əsaslar bərabərdir, üstlərin bərabərliğini yaza bilərəm. Bərabərdir 3-ə. Buradan x kvadrata çıxılsın 2x çıxılsın 3 bərabərdir 0-a. 1 köküm olacaq 3, 1 köküm olacaq 1. Toplayanda müsbət 2 edir, mənfi 1, vuranda da mənfi 3. Kiçik kökü mənfi 1. A variantı. 19 nömrəli tapşırığa baxaq. 2023-də düşüb, apsis oxunu hansı nöqtədə kəsir? 2022-də düşüb, apsis oxunu hansı nöqtədə kəsir? Ona görə əvvəlkiləri nə etmək lazımdır? Mütləq işləmək lazımdır. Y bərabərdir 2-də 1x minus 4. Necə yaz? Niyə eləmək yazıb da var da burada. Apsis oxunu hansı nöqtədə kəsir? Y-ə 0 verirəm. X oxunu kəsdiyi nöqtədə y-ə 0 verirəm. Olur 2-də 1x üstü x çıx 4 bərabərdir 0. Buradan deməli 2-də 1-i mən yaza bilərəm 2 üstü mənfi 1. Üstü x mənfi 4 atacam sağa müsbət 4. Qüvvətin qüvvəti bir-birinə vurulur. 4-də 2-nin kvadratıdır. Mənfi x bərabərdir 2x də bərabərdir mənfi 2. Hansı nöqtədə kəsir? X-i mənfi 2, y-ə 0-da kəsir. Mənfi 2 0. D variantı. 20 nömrəli tapşırığa baxaq. Və yenə də, bax, bir sual bu.
Fikir verin. Sonra eyni tipdə ikinci sual. Bu suallara diqqət edin. Bu suallar elə belə verilmir. Bu suallara mütləq diqqət etmək lazımdır. Mütləq şəkildə. Bundan biri də var idi bizdə. Biri də var idi. Görmüşdüm. Burada biz baxdıq ona. Eyni sual. Üçüncü sual. Görürsünüz, neçə tipdə sual. Ümumiyyətlə, bu suallar tez-tez düşür. Bu tip suallar. Ona görə mütləq diqqət etmək lazımdır. Mütləq şəkildə. Deməli, tənliyin deyir, həll edin. Yenə də bu ifadə, yəni loqaritm elə bir ki, A əsasdan x-dir da bu. A üstü 1 x bərabərdir. Eyni qaydanı burada tətbiq edəcəm. Yəni 10 çıxılsın loqaritma 3 əsasdan 2x üstə gələk 1 bərabərdir 8 üstü 1. Yəni 8. Buradan loqaritma 3 əsasdan 2x plus 1 bərabərdir 10 üstü 10 çıx 8 2. 2x üstə gələk 1 bərabərdir 3 üstü 2. Yəni 9. Buradan 2x bərabərdir 8, x bərabərdir 4. Doğru cavab 4. 21 nömrəli tapşırıqdan bayaq işləmişdik. Eyni tipdə sualdır. Video deyəsən lap eynidir bu sual. Yox 5 var burada. Fərqlidir. Yəni bayaq bundan işləmişdik. Eyni tipindən özdə işləmişdik ya. Ona görə bu tip suallara ümumiyyətlə 20 və 21 suallar tez-tez rast gəlir. Ona görə onlara diqqət edin. Bu sual və bu sual. Yəni bunlar tez-tez imtahanlarda düşür. Deməli, mən bunu belə yaza bilərəm. Artıq bunu siz özünüz yazsanız daha yaxşı olar. 2 əsasdan x üstə gələk 1 bərabərdir 5 minus loqaritma 2 əsasdan 3x çıx 1. Daha doğrusu bunu belə yazaq. Bunu atın bu tərəf olur, üstə gəlsin, bərabərdir 5-ə. Belə. Və hər ikisi 2 əsasdan olduğuna görə mən bunu vurma şəklində yaza bilərəm. X plus 1 vurulsun 3x çıx 1 bərabərdir 5-ə. Yenə gəldim loqaritmanın xassəsinə. Loqaritmik tənliyin xassəsinə. Bu bərabərdir 2 üstü 5 şəklində yaza bilərəm bunu. Yəni x üstə gələk 1 vurulsun 3x çıx 1 bərabərdir 2 üstü 5. Bunu açaq. 3x-in kvadratı çıx x üstə gələk 3x çıx 1 bərabərdir 2 üstü 5 32. 3x-in kvadratı plus 2x çıx 33 bərabərdir 0. Diskriminant bərabərdir. Yarıya bölümü ilə edəcəm. 1 üstə gələk 99 bərabərdir 100. x1 bərabərdir. Mənfi 1 üstə gələk 10 bölünsün 6. 9 bölünsün 6. 3 daha doğrusu 3. x2 bərabərdir. Mənfi 1 çıxılsın 10 bölünsün 3. Bu da mənfi 11 böl 3. Bu bunu ödəmir. 3 tam neçə eləyir? Yəni doğru cavab 3. Diskriminantı fərqli yolla yazın. Bu x-in əmsalı cüt olan halında sən bu yolla yaza bilərsən. X-in əmsalı cütdürsə yarıya bölmüş ol deyirlər. Dərslikdə var. Bu tip aydın deyilsən, olsa bu diskriminant sən bunu mütləq bilməlisən. Özü bildiyin formada yaza bilərsən. Doğru cavabımız 3. 22. Tip olaraq eyni sual. Bayaq baxdıq. Hanı? 18. 10 və 8. 15. Görsən, deyinəmək lazımdır. Mütləq əvvəlkiləri işləmək lazımdır. 21-ə baxdıq. 22-yə baxaq. 3 üstü 4 plus x bərabərdir. 9 yazaram 3-ün kvadratı. Əsaslar bərabərdir. Üstlərin bərabərliğini yaza bilərəm. X mənfi 2. Jackpot. Y variantı. 23-ə baxaq. Yenə. Yəni bir ildə eyni tipdə neçə sual var? 2 sual. Olmaz. Bu sizin əslində yaxşılığınızdır da, yəni. 2024-də imtahan verən yoldaşlar üçün bu sualı yazmayan yoldaşın günah özündədir bir mənalı olaraq. Çünki adam sən 2024 imtahanın birində bu sualı verib. Sən 2024-də ikinci imtahana girirsənsə, bu sualı yenə yaza bilmirsənsə, heç kimi də günah axtarma da, günah özündə axtar. 125 5-in kubudur. Əsaslar bərabərdir, üstlərin bərabərliyini yaza bilərəm. 3. X kvadratı minus 2x çıxılsın 3 bərabərdir 0. Deməli, bir köküm olur 3. Bir köküm, bayaqki sualını deyəsən, lap eynisi oldu bu. Toplayanda müsbət 2 eləyir, vuranda kiçik kökü mənfi bölür. Bayaq buna aid biz işləmişdik axı. Bayaq buna aid mən xatırlayıram. Bir dənə o sualı tapın. Çünki çox tanış gəldi bu sual mənə. Çox tanış gəldi bu sual mənə. Bir dənə baxın. Çünki mənfi 1-ə aid olan bir dənə mən
sual burada mənə rast gəlmişdi. Ola bilər, qarışdıra bilərəm görəsən. Ola bilər qarışdıraram. Amma qarışdırmıram. Bax, bundan da eyni tipdə iki sualdır və tənliyi belə eyni alınır demək olar ki. Bax, x kvadratı çıxılsın 2x bərabərdir 3 və x kvadratı çıx 2x bərabərdir. Nə istəyirsiniz? Neçə? Uzun ömür can sağlıq. 24 nömrəli tapşırıq var. Yenə gəldik həmən tipdə suala. Yenə oxşar sual və bunu mən yenə də bərabər eləyəcəm. Loqaritm əsasdan. Loqaritm 5 əsasdan x bərabərdir 2 üstü 0. Yəni 1. Loqaritm 5 əsasdan x bərabərdir 3 üstü 1. 3. X də bərabərdir. Yenə də eyni qayda 5 üstü 3. Ancaq bir dənə xassəni bilməklə sən bunu bitirirsən. 125. 25 nömrəli tapşırığa baxaq. Artıq mən bu tipdə tapşırıqları işləməyi və izah eləməkdən yoruldum demirəm. Amma siz artıq başa düşməməkdən yorulmalısınız. Başa düşməlisiniz mütləq şəkildə. Çünki bayaqdan neçə tipə buna tapşırıq işləmişik. Adam 2024-də verir. Bax 2024-dəki şagirdlər, məsələn, əvvəlki illərdə bu 2 sual işləsəydi, 2023, daha doğrusu 2024-də düşüb özü. Elə bildim 2023-də düşüb. Və bu sual, və burada hardaydı? 2023-də düşən bir sualdır. Əslində sən mənlə bu işləyən şagird 2024-də imtahan versən və 2023-də bu sual işləyirsənsə, artıq sən bu sual qabağına çıxanda orada imtahanda bir sevinç hissi yaşayırsan. Cayda mən işləmişdim bunu. Daha doğrusu 2025. Yox, üzr istəyirəm, elə aləmi qatdım bir-birinə. 2025-də bu sual düşüb, sən 2025 imtahana girmisən və 2024-dəki bu tip sualları işləmsən və bu 2 sualı. Ondan sonra sevinirsən ki, vəssalam da mən bunu yazdım. Təbii ki, bir sualın da özü böyük bir baldır da. Yəni 1 bal, 1 demiyor, orada 3 neçə baldır deyəsən. O da böyük bir rol oynayır orada. Ona görə yenə deyirəm, həmişə demişəm, əvvəlkiləri mütləq işləmək lazımdır. 5də 1-i mən 5 üstü mənfi 1 kimi yaza bilərəm. Bilirəm, indi orada bəzi yoldaşlar deyir ki, müəllim, sualın izahına keçək. Keçək. Mənfini içəri vursam, qüvvətin qüvvəti xassəsini tətbiq eləməliyəm da mən. Qüvvətin qüvvəti xassəsini tətbiq eləməliyəm. Mənfi 1 içəri vursam, olacaq 2 minus x. Əsaslar bərabərdir, üstlərin bərabərliyini yazsam, məsələni bitirmiş sayılırım. 2x bərabərdir 1, x bərabərdir 0.5. 25 0.5 Y variantı. 26-ya baxaq. Tənliyinin 4 üstü x qiymətini tapın. Bu sual çətin sualdır. Bu sual biraz nisbətən çətin sual sayıla bilər. Niyəsini göstərək gəlin. Deməli, 6-da 1 üstü x bərabərdir 3-də 2 üstündə x vurulsun 3-də 2. Buradan yaza bilərəm. 3-də 2 bərabərdir 6-da 1 üstü x bölünsün 3-də 2 üstü x. Əsaslar eynidir. Mən bölürəmsə belə yaza bilərəm. 3-də 2 bərabərdir 6-da 1 bölünsün 3-də 2 üstündə x şəklində. Bu bizim xassəmizdir. Və 3-də 2x nə idi? 3-də 2 bərabərdir. Buradan 3-də 2 bərabərdir. Böləndə tərsinə çevirib vururam. Vurulsun 2-də 3 üstü x. 3-də 2 bərabərdir. Bununla bu gedir. Burada qalır 2. 4-də 1 üstü x. 3-də 2. Deməli, 3-də 2 bərabərdir 4 üstü x bölünsün 1 üstü. Yuxarıda 1 üstü x. Yəni kəsirin qüvvəti ayrı qüvvət şəklini göstərə bilərəm. 3-də 2 çarpaz vuraq. 3 vurulsun 1 üstü x bərabərdir 2 vurulsun 4 üstü x. 1 üstü x elə 1'dir. 3 bərabərdir 2 vur 4 üstü x. 4 üstü x də bərabərdir 3 2'yə bölürəm 1.5. Zaten bizdən də bunu istəyir. Biraz düşündürücü sualdır bu, biraz. 2025'də imtahanlar nəzərə alsaq. Sonra 27 nömrəli tapşırığa bax. Amma yenə də bundan əvvəl bir videoda da mən buna rast gəldim. Burada da. Yəni 2020-dən bugünkü ilə gəldikcə bu mövzuda düşən suallar getdikcə sadələşib. Əvvəlki illərdə daha çətin idi. Burada daha sadələşib getdikcə. Baxaq bu suala. Dəyişəni əvəz eləmək üsuludur. Bu tip suallar da tez-tez gəlir. 3 vur 5 üstü x. Üstə gəlir 5 üstü x vur 5 bərabərdir 200-ə. 5 üstü x ortaq vuruq kimi çıxarsam qalır 3 plus 5 bərabərdir 200-ə.
5 üstü x vurulsun 8 bərabərdir 200-ə. 5 üstü x bərabər. Əslində dəyişən əvəz eləmək də olar, amma ehtiyac görmədim burada mən. 2 dəfə 8-in 16, 40-da da 8 5 dəfə. X də təbii ki 2 olur da burada. 5 üstü 25. Belə. Yəni 2020-dən bu tərəfə üstü və loqaritmik tənliklər və bərabərsizlik mövzusuna 27 sual düşüb və hamısının bir-bir izahını verdim. Uğurlar arzu edirəm hər birinizə. Növbəti izahlarda görüşərik. PDF kimlərdə yoxdursa, ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayın, göndərin. Və eyni zamanda bundan əvvəlki mövzular, üstü və loqaritmik funksiyalar və qrafiklər, trigonometrik, tənlik trigonometrik funksiya. Yəni demək olar ki, əksər düşə bilən mövzuların hamısının belə tək-tək PDF-ləri var. Nömrə ilə əlaqə saxlayıb ala bilərsiniz. Uğurlar, növbəti izahlarda görüşərik. Salamat qalın.